Çillər bir türk kəlmədir. Bu deyirlər ki, o qədim ki, oxunan yayya tirkəman deyərik. Onun bir keşiya gön olardı. O çəkəndə də bir hətta cancda ondan çox çəkilməzdi. Ona deyirlər çilləyə kəman. Nəhayəti çeşideciye zehe kəman. Ondan çox çəksən ya qırılır ya da çəkənməsən. Yox, indi günlər gecələrdə uzanıb gəlib oraya çıxıb ki, da bundan çox uzanmayacaqdı. Sabahdan çiçiləcəkdi. 1500 il qabaq. Heç kəs dəqiqən bilməzdi ki, təqvim yox idi bu cür sökülmüsündən. Məncə Azərin 15-dən elə əvvəl qar düşəndən deyə də çillənişin olduq. Düşdü, siz fərz edək ki, məsələn təqvimi deyək ki, Ömər Xəyyami Nişabur yazıb indi bu təqvimi. Ondan qabaq nə cüblərdə, döşənbədir, yekşənbədir, ayın neçəsidir.